Esselamu aleyküm ya ehli dâre kavmin mu'minin. İnna inşa'Allah bikullah Subhanallah Teala halikinden. Fatiha. Ehdinas sıratal müstakim. Gayril mağdubi aleyhim ve lad-dallin. Amin. Kul huvallahu ehad. Şahberen. Şahberen. Tanı Şahberen. Siz o tarafa çekin. Ne istiyorsun sen de? Baba sen de doğurdun. Esselamu aleyküm ya ehli dâre kavmin mu'minin. İnna rahmallah menadilen. Fatihatun nas. Rahim maliki yevmiddin ya kanavudu. اهدنا الصراط المستقيم قل هو الله احد الله الصمد لم يلد ولم يكن الشيطان الرجيم بسم الله الرحمن الرحيم هو الله عالم الغيب والشهادة هو الرحمن الرحيم هو الله الذي لا هو الله الخالق البارئ المصور له الاسماء الحسنى والعظيم سبحان ربك رب العزة عما يصفون وسلام على المرسلين لله رب العالمين والعاقبة للمتقين الصلاة والسلام على سيدنا مولانا إنك أنت التواب الرحيم واهدنا ورحمنا إلى حق الخير بآيات القرآن وسلم أحيانا بحرمة القرآن اللهم أكرم بكرامة القرآن اللهم شرفنا بشرافة القرآن اللهم زينا بزينة القرآن اللهم ألبسنا بخلقة القرآن اللهم بالصلاة ما ترونه هادية متصلة إلى روح نبينا وشفيعنا محمد المصطفى صلى الله عليه وسلم وإلى جميع الأولياء والأوصياء والشهداء والصالحين وإلى المؤمنين والمؤمنات اللهم إنا نسألك موجبات رحمتك يا زائر المغفرة والسلامة من كل اسم والغنيمة من كل بر والفوز بالجنة والنجاة بسم الله الرحمن الرحيم إياك نعبد وإياك نستعين غير المغضوب عليهم ولا الضالين آمين قل هو الله أحد الله الصمد لم يلد ولم يولد Allah rahmet versin. Allah rahmet versin. Hürmetli cemaat, aziz şehit ataları, hürmetli şehit anaları. Bugünkü tarih Fariz balamızın ad gününün tarihidir. Fariz öz ad gününü dünən cənnətdə öz silahdaşları ilə, öz həkim yoldaşları ilə, öz döyüş yoldaşları ilə keçirdi. Ona görə ki, o bugün burada olmalıdır. Fariz bugün buradadır. Allah Teala bütün şəhidlərimizə rəhmət eləsin. Amin. Allah Teala bütün şəhidlərimizi cənnətində eləsin. Amin. Hər birinizə təşəkkür edirəm. Bugün buradasınız. Hər birinizdən də bir xahişim var, həmişəki xahişdir. Bir dəqiqəlik sükutlə bütün şəhidlər xiyabanının orada olan şəhidlərimizi, cəmi şəhidlərimizi yad edək, sonra tədbirimizi devam etdirək. Allah rəhmət eləsin. Allah hər birinizdən razı olsun. Hər birinizə təşəkkür edirəm. Bugün Fariz bala, bu xalq, bu cemaat, bu izdiham sənin içindir. Bugün biz yenə də gözəl məkan, an yerimiz olan Şəhidlər Xiyabanındayıq. Şəhidlər Xiyabanı elə belə yerdir. Hörmətli cemaat, bax burada adamların hamısından mən böyüyəm. Bu Şəhidlər Xiyabanı, bütün Şəhidlər Xiyabanı hər biri an yeridir. Hər biri insanların ziyaret yeridir, gediş yeridir. İnsanların başını uca eden bir bağların həmişə an yerində biz olmalıyıq və orada da özümüzü səliqəli səhmanına aparmalıyıq. O pləkanın ayağımızı birinci pləkana koyanda biz hər bir şey yaddan çıxarmalıyıq. Ancaq fikir verməliyik bu bağlarımıza ki, Allah sana bunlara qəni-qəni rəhmət elə, yerləri cənnətdə olsun. Allah bütün şəhidlərimizin qalan bağlarını, atalarının, analarının qalan bağlarını cənnətdə eləsin, şəhidlərimizi, onların qalan bağlarını gözlərinə çıraq eləsin, həmişə xoşbaxt olsun şəhid elələri, şəhid ataları.
Bütün xalqımız xoşbaxt olsun. Beləliklə, hörmətli Fariz bala, bu il sənin döşündədir bu xalq. Bu izdiham bu günləri sənin üçündür. Sənin bu günləri döşündə Qarabəyli kənd tam orta məktəb təhsil aldığın məktəbin kollektivi, tələbələri və eyni zamanda onun rəhbəri buradadır. Qarabəyli kənd icra nümayəndəsinin, icra hakimiyyətinin sədri hörmətli Hacı Zöhrəb buradadır. Hər birinə təşəkkür edirəm və onun kollektivi buradadır. Bütün şəhid ataları, bütün şəhid anaları buradadır. Allah Teala hər birinizdən razı olsun. Hər birinizə təşəkkür edirəm, hörmətli cəmaat. Əziz mənim xalqım, əziz mənim cəmaatım. Bu günləri mənim sağımda durub Şamaxı rayonunun axundu həmişə olduğu kimi yenə də mənim yanımdadır, sizin qarşınızdadır Hacı Mərhəmət və Aqil balam, Aqil qardaşım da buradadır. Həmişə olduğu kimi Allah Teala hər birinizdən razı olsun, qonaqlarımız var. Söz verəcək hamısına, bütün şəhidlərimizin ata-anasına Allah Teala xoşbaxt eləsin. Bütün şəhidlərimizin ata-anası buradadır. Hamısına təşəkkür edirəm. Hörmətli cəmaat və eyni zamanda hörmətli Fariz bala, sənin döşündə Şamaxı rayonundan saqqalı Ağarca müəllimdir. O da sənin hər bir zəhmət və hər bir işinizdə qatlaşır və sizin büyürür sizin için. Gecə də gündüz də. Balaca dayananda da yanmır, yenə gedir. Allah Teala hər birinizi xoşbaxt hörmətli cəmaat. Hörmətli Şahverdi qardaş. Sən hərbisisən. Hərbisi ailəsisən. Mən elə ilk sözü sənə verirəm ki, sənin aton, Fariz bala, aton solundadan o sağındadır. Xalq da burada, sənin döşündədir. Buyur qardaş. Mən də hamıya gəldiyiniz üçün, məclisimizə iştirak etdiyiniz üçün hamınızdan təşəkkür edirəm. Sonra danışmaq istəyirəm. Allah köməklər olsun. Allah bütün şəhərlərimizə. Təşəkkür edirəm. Çox sağ olun. Kazangül bacı, sən heç danışmasan bu ömür boyu. Bahar xanım mən burada gördüm, gəlib Bahar. Buyur Bahar xanım. Şəhid anası. Biraz yaxın gəl, buyur. Oradan biraz yol benim bacıma. Hər birinizi salamlayıram. Allah büyükü gün Fariz balamızın yerini cənnət eləsin. Kazangül bacı. Qardaşa Allah can sağlığı versin. Onun körpə balasının toyunu görsünlər. Allah o körpə balasını çoxlasın. Cəm şəhidlərimizin yeri cənnət olsun. Allah sizə saqqallıqdan böyündürək. Təşəkkür edirəm, Hacı Mərhəmət də burada. Elə hər iki. Hə, təşəkkür edirəm, çox sağ olun. Şəhid atası, Ceyhun müəllim buyur. Hələ burada yanında. Salamlayıram bütün təsir iştirakçıların, qonaqları, uzaqdan yaxından gələn qonaqları. Çox sağ olun ki, bu günləri Şahverdi qardaşıma, Kazangül bacıma təsəlli olmuşsunuz. Bu günləri bilirsiniz ki, Fariz balamızın mövlud günüdür, dəyişməyən mövlududur. Allah ruhunu şad eləsin. Bu günləri mövlud olan bütün şəhid balalarımızın mövludun Allah mübarək eləsin, şəhadətlərin mübarək eləsin. Hər kəsə məlumdur, Fariz balamızın keçdiyi o döyüş, şücaətli, qəhrəman nöqtəsina keçdiyi o döyüş yolları. Bilirsiniz ki, Fariz balamız qəhrəmancasına şəhid olub. Sabirin silahdaşı olub, Naik balamızın silahdaşı olub. Xüsus təyinatlı olublar. Xüsus təyinatlı o deməkdir ki, həm qürur deməkdir, həm namus deməkdir, həm qeyrət deməkdir. Biraz sayıqlara xahiş edirəm, tədbir gedir. Deyilən işdir. Biraz sakitliyə rəyət edir, xahiş edir. Buyurun, buyurun, siz buyurun canım. Bazar atmayaq burada, Buyurun, xahiş edir. siz buyurun. Siz uşaqlar bəzi saç-baş şeylər. Fariz balamızın bilirsiniz də, yəni keçdiyi o döyüş yolunu. Biz üçün, mən Sabirin atasıyam. Mənim oğlum qəhrəmancasına şəhid olub. 52-də xidmət edib. Mən özüm 1-ci Qarabağda kəşfiyyatda xidmət eləmişəm. Nurlan 2016-da döyüşüb. Biz ailəlikcən, yəni döyüşkən olmuşuq. Mən 92-də balalarıma da, yəni həyatda necə yaşamaq lazımdır, qürurlu, kişi kimi, yəni xalqa faydalı, devlətə faydalı belə bir evlatlar böyütmüşük. Fariz balamız da elə bir evlatlardır. Burada uyuyan şəhidlərimizlə hər biri Allah ruhun şad eləsin. Antiterror şəhidlərimiz, 2016 aprel şəhidlərimiz. Şahidlərə xahiş edirəm. 30 il ərzində bizim müharibədən çox şəhidlərimiz oldu. 5000-6000-ə yaxın ateşkəs dövründə şəhidlərimiz oldu. Onlar bizim qürurumuzdur.
Onlar bizim namusumuzdur, qeyrətimizdir. Bu yer bizim üçün ziyarətgahdır. Hər birimizin borcumuzdur bura gələndə. Özümüzü ləyaqətdə aparaq, yəni, sakit aparaq, yəni, şəhidlərimizə layiqli olaq, heç olmasa. Allah şəhidlərimizin şəfaətini bizlərə nəsib eləsin. Allah ölkəmizi əmin-amançılıq eləsin, sülh eləsin, müharibə olmasın. Heç bir atan, anan gözü yaşlı qalmasın. Heç bir atan, anan Allah Teala evladla sınağa çəkməsin. Evlad acısı, ağrısı çox çətindir, dözülməzdir. Yəni onu çəkməyən bilmir. Allah qazilərimizin canını sağ eləsin, getdilər, döyüşdülər. Veteranlarımıza Allah xeyirli ömür versin, xalqımıza bərəkət versin. Bu şanlı bayrağımızı Allah Teala həmişə ucalarda dalğalandırsın. Çox sağ olun, təşəkkür edirəm hər birinizə ki, bu günləri bizi tək qoymadınız. Elə Farizin, balamızın ailəsini tək qoymamaq, elə bizi tək qoymamaqdır. Biz elə başa düşürük. Allah hər birinizdən razı olsun. Gələn ağlarınız var olsun, balalarınızın xeyrini görəsiniz. Bütün şəhid ailələrinə, analara, atalara, onun əzizlərinə Allah'tan bol-bol səbir arzulayıram. Qalan balalarımızın xeyrini görək inşallah. Çox sağ olun. Təşəkkür edirəm. Hörmətli Ceyhun müəllim. Çox sağ ol bu düzgün, dolğun, halal çıxışınız üçün. Hörmətli Hacı Mərhəmət mənə deyir, uşaqları salıyorlar. Hava soğukdur. Qarabəlli kənd tam məktəbinin balaları bu günləri Fariz balamızın yanındadır. O da vaxt olub sizin kimi parkda oturub. İndi qəhrəmandırlar hamısı Allah'a şükür. Allah Teala sizi də xoşbaxt eləsin, hörmətli mənim nəvələrim, nəticələrim. Buyur bala. Şəhidlər ölmür ki, qəlbdə yaşayır. Ruhuna hörmətlə olunur sükut. Ey şəhid anası, ağlama nə olar? Sil gözyaşlarını, başını dik tut. Sən elə qəhrəman böyütmüsən ki, millətin fəxr edir oğlunla. Ana, vətən üçün canından keçən igidlər torpağı bəxş edib Azərbaycana. Qürurla cəmiyyətin içində dayan. Ey şəhid anası, ağlama nə olar? Boş yerə deyilmir bu kəlmələr. Qəhrəman analar, qəhrəman doğar. Bağışla anacan, bağışla məni. Bu bayram təbrikinə gələ bilmədim. Silib göz yaşını öpüb əlini, sənə hədiyyəni verə bilmədim. Bilirəm, deyirsən hədiyyə nədir? Açaydın qapımı, girəydin oğul. Dünyanı versələr istəmirəm mən. Bircə kəlmə təbriklər deyəydin oğul. Söylə darıxırımı gül üzlü oğlum. De ki uzaqlarda duyuram onu. De ki bağışlasın nur üzlü oğlun. Bu bayram atasız qoyuram ona. Bacın deyirmi ki mənim qardaşım dünyanın ən böyük hədiyyəsiymiş. Ağlama ey anam, ağlama bacım. Qəm yaşı yaraşmır qürurlu gözə. Ağlama, ağlama ey mələk oğlum. Zəfəri hədiyyə göndərdim sizə. İnsan oğlu, ayaq saxla, biraz dayan. Ayıl qəflət yuxusundan ayıl, oyan. Vətən üçün canlarını heçə sayan şəhidləri yadına sal bircə kərə. Vətən boyda borcumuz var şəhidlərə. Şəhid olmaq nə təsadüf, nə həvəsdir. Şəhid Allah dərgahına gedən kəsdir. Bu torpaqlar daha pirdir, müqəddəsdir. Qanlarıyla suvarılıb hər dağ dərə. Vətən boyda borcumuz var şəhidlərə. 30 ildir cənnət yurdum Qarabağı. Əsarətdə saxlayırdı mənfur yağı. 44 günə qəhrəmanlar bu torpağı azad etdi öz canını verə-verə. Vətən boyda borcumuz var şəhidlərə. Çox xoşbəxtdik. Biz qələbə çala bildik. Xocalının qisasını ala bildik. Nə yaxşı ki dəmir yumruq ola bildik. Alnı açıq, üzü ağ buna görə. Vətən boyda borcumuz var şəhidlərə. Təşəkkür edirəm. Sizi hazırlayam müəllimə və müəllimiyə. Verirəm, buyur, sonra uşaqları sizə tapşırıram. Baparım istər. Zöhrəm, qoy da sən. Buyurun. Bütün şəhidlərimizə rəhmət eləsin. Allah Teala bütün şəhid analarına, atalarına, yaxınlarına səbir versin. Amin. Doğrudan da biz bu günləri yaşadığımız üçün rahat, azad Azərbaycanımızın bütövlüyü uğrunda
öz canlarını fəda vermiş şəhidlərimizə borcluyuq, onların valideynlərinə borcluyuq və bizim də bir ziyalı olaraq borcumuzdur ki, daima onları təbliğ edək və gələcək nəsillərə aşlayaq ki, Azərbaycanın bütövlüyü məhz Azərbaycanın gənclərinin öz canlarını Azərbaycanın bütövlüyü uğrunda fəda vermiş şəhidlərin qanı bahasına Azərbaycanımız bütövləşdi, müstəqilləşdi, ərazi bütövlüyünü bərpa etdi. Allah Taala Azərbaycanımıza bir də pis günlər göstərməsin. Nə qədər ki Azərbaycan xalqı, Azərbaycan milləti yaşayır, şəhidlərimizlə Azərbaycanımızın bütövlüyü uğrunda öz sağlamlığını itirmiş qazilərimizlə daima yaşayacaq və hər bir Azərbaycan vətəndaşı üçün, Azərbaycan milləti üçün onların uyduğu yerlər müqəddəs bir ziyarətgah olacaq. Allah bütün şəhidlərimizə rəhmət Amin. eləsin. Çox sağ ol, təşəkkür ederim. İmran müəllim, buyur şəhid atası. Hörmətli tədbir iştirakçıları, dəyərli şəhid anaları, dəyərli şəhid ataları, hər birini salamlayıram. Və burada bütün iştirak edən şəhidsever insanlar, ziyalılar, tələbələr, müəllimlər, hər bir kəsə ən əvvəl öz təşəkkürümü bildirirəm. Məndən əvvəl çıxış edən qardaşlarım bir neçə kəlmə deyirlər. Mən də təbii ki, şəhid atası olaraq bu yanığın içində olan bir insanam. Mən bütün şəhidlərimin qarşısında baş əyirəm. Onların hər biri bizim qürur yerimizi. Bugünkü gündə Fariz balamızın, qəhrəman şəhidimizin timsalında şəhadət günü olan bütün şəhidlərimizin mövludun mübarək olsun deyirəm. Şahverdi qardaşıma, Həzəngül bacıma, Allahdan bol-bol görmür. Şəhidimizin ailəsinə, bacısına, qardaşına bol-bol səbr arzulayıram. Allah şəhidimizin o qalan əmanətini Allah qorusun. Suba getmiş şəhid evlatlarımızın bacısına, qardaşına Allah xoş ömür qismət eləsin. Evlad qoyub gedən şəhidlərimizin bağları salamat olsun və hörmətli tədbir iştirakçıları. Doğrudan da həmişə bizim aksaqqalımız da vurğuluyur, şəhid atalar da vurğuluyur. Bura bizi üçün doğrudan çox inamlı bir yerdir. Bura elə bir məkandır ki, əlbəttə ki, əvvəllər başqa bir yerə andı çevrilir. İndi o yerlər o da qalsın öz yerində. Ən mütləqi bizim bu şəhidlər qəyamanıdır. Dəxili yoxdur, hər harda olmağından asılı olmayaraq. Bu şəhid harda şəhid məzarı varsa, o məkanlar bizim üçün doğmadır, əzizdir. Mən bir daha hər kəsə öz təşəkkürümü bildirirəm. Rayonumuzun akunduna, aksaqqalımıza, Aqil balamıza və burada bütün iştirak olan, bütün o şəhidsever insanların hər birinin Allahdan can sağlığı, ölənlərə rəhmət, Allah qazilərimizə, veteranlarımıza sağlam can sağlığı versin. Allah Ali Başkomandanımıza, sərkərdəmizə uzun ömür versin ki, bu dövlətçiliyimiz həmişə davam eləsin. Şəhidlərimiz həmişə bizim üçün əbədidir, əbədi olaraq yaşayacaq da. Hər birinizə Allahdan can sağlığı arzulayıram. Və mən şəhidimin balası olan əli balamın əllərindən, gözlərini öpürəm. Ona həyatda parlaq yol arzulayıram. Gələcək işıqlı olsun, atası kimi qəhrəman olsun. Şahverdi qardaşım, Həzəngül bacı. Allah siz başda olmana bütün şəhid valideynlərinə gözün versin. Mən şəhid anaları qarşısına baş əyirəm, bacılarım, əllərinizdən öpürəm. Hər birinizə Allahdan bol gözün. Sağ olun. Sağ olun. Təşəkkür edirəm. Şəhid atası, Sübhan buyur. Hər vaxtınız xeyir olsun. Allah ziyarətini qəbul etsin. Nəsil Fariz kimi oğlanların sayəsində, qazilərin veteranların sayəsində bu şəhəri bayrağımız Qarabağda dalğalanacaq. Allah rızanı şəhid eləsin. Allah yerlərini cənnət eləsin. Şəhidlik yaradan qismət olur. Bu söyüşçülər bilir. Valideynlərdən, yaxınlarından səbir etsin. Allah uzun olsun. Balaca balası qəhrəman olsun. Ömrü uzun olsun. Torpağın layıqlı bir oğlu olsun. Məhz bu şəhidlərimizdən biz bəhrələnməliyik. Onların getdiyi yolu, çəkdiyi zəhməti, verdiyi qanın bəhrəsini biz yaşaya-yaşaya verməliyik. Bizim şəhəri bayrağımızın daima dalğalanması üçün dövlətimizin yanında olmalıyıq. Allah yerini cənnət eləsin. Bütün şəhidlərimizin. Bugün Fariz qardaşımızın, balamızın tədbiridir.
məhz Faris kimi igidlərin sayəsində biz birləşdik, bu dövlət birləşdi. Azərbaycanın baş komandanı hara gedirsə, qürurla danışır məhz bu şəhidlərimizin sayəsində. 100 illərdir zəfər qazanmayan torpağımıza zəfər qazandırdılar şəhidlərimiz. Allah yerlərini cənnət eləsin. Allah hamımızın kömək olsun. Allah ordumuzu qorusun. Ordumuz yurdumuzu qorusun. Biz bütün şəhidlərimizə fəxr edirik. Çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm. Aksa xanım, buyur şəhid anası. Hörmətli tədbir iştirakçıları, hörmətli axındımız, ağsaqqalımız, Aqib, Məhərrəm, hər birinizi salamlayıram. Hörmətli, dəyərli şəhid ataları, şəhid anaları, hər birinizi bağrıma basıram. Salamlayıram sizi. Xəzəngül bacı, Şahverdi qardaş. Farizin cənnətdə dəyişməyən mövludu mübarək olsun. Allah sizlərə ömür versin ki, əlinin toyun eləyəsən, gəlin gətirəsən, elə fərahın görəsən. Allah bütün şəhidlərin yerini cənnət eləsin. Allah ordumuzu qorusun. Allah bugünkü gündə Xəccə bacının da yerini cənnət eləsin. Allah onun da balasının yerini cənnət eləsin. Hər bir şəhidin qarşısında baş əyirəm. Çox sağ olun. Təşəkkür edirəm. Aksa xanım, çox sağ olun. Şəhid asası Rıza müəllim, buyur. Ben de gelenlere salamlayıram, minnətdarlığımı bildirirəm ki, şəhədə qiymət verirlər. Şəhidimiz Faris 44 günlük müharibədə Şamax şəhidlərindən, qəhrəman şəhidlərindən biridir. Faris haqqında onu danışa bilərəm ki, Hadrus azadlığı uğrunda Türk kəndində şəhid olur və Faris həkim olur. Onun ələ vuruşmağından başqa nə qədər yaralı əskərləri xilas edir, nə qədər onlardan ordu sıralarına yenidən qayıdıb vuruşanlar olur. Ona görə də belə qəhrəman şəhidlər qəlbimizdə tamam həmişə yaşamalıdır. Mən qardaşıma, vazıma səbir arzu edirəm. Eyni zamanda onun uşağına xoşbəxtlik arzu edirəm. Allah şəhidlərə rəhmət olsun. Amin. Təşəkkür edirəm. Mən öncədən tədbirə başlayan dəqiqələrdə dedim siz həkimsiz. Bugün həkimlər yığışdı bura. Şamaxı rayonunun həkimləri bu günləri buradadır, sənin qarşındadır. Bir şəhid atasına söz verib, sonra dönəcəm olanı sarı. Qalib, şəhid atası, buyur. Çox sağ olasaq da yağışda yağır. Elə biraz qısa eləyək ki, hamı deyə danışa bilsin İslamiyada. Dəyərli şəhid valideynləri, gələn qonaqlar, ziyarət iştirakçıları, hər birinizi salamlayıram. Allah şəhid balamız, Fariz balamıza qəni-qəni rəhmət eləsin. Şahverdi qardaş, Xəzəngül bacı, Allah sizlərə səbir versin, qalan balalarınızın xeyrin görəsiniz, o əli balamızı inşallah xeyirli evlad olsun, atası kimi igid, qəhrəman evlad olsun, vətənə dəyərli oğul olsun inşallah. Allah bütün Fariz balamızın timsalında cəmi şəhidlərimizə rəhmət eləsin, valideynlərə səbir versin, şəhid analarının qarşısında baş əyirəm, şəhid ataların bağrıma basıram. Allah hal-hazırda bu yağışlı havada xidmətdə olan zabitlərimizi, əskərlərimizi, ordumuzu qorusun. Türənci bayrağımızı daima vətən səmasında dalğalandırır. Qiyamət günündən indirməsin inşallah. Çox sağ olun, Allah razı olsun. Natiq müəllim, sizə də söz verirəm, sonra qonaqlara sizdən. Buyur. Çox sağ olun. Mən də bütün ziyarət iştirakçıları hamınızı salamlayıram. Allah Fariz qardaşımızın, Fariz balamızın məqamın uca, məkanını cənnət eləsin. Onun timsalında cəmi şəhidlərin yeri cənnət olsun. Onlar vətən torpağının bütövlüyü naminə canlarını fəda ediblər. Bizim bugünkü günümüz üçün şəhid olublar. Allah onlardan dönə-dönə razı olsun. Allah dövlətimizi, millətimizi qorusun. Ordumuzu güclü, qüdrətli, basılmaz eləsin. Bizləri də, bizim də hamımızın səbrin və cəmi şəhid valideynlərinin səbrin versin. Dövlətimiz var olsun. Bugünkü işıqlı səmanı bizə bəxş edən bəs məhz o şəhidlərdə. Bir də havaların yerləri cənnət olsun. Amin. Qazilərimizə şəfa versin, millətimizi, dövlətimizi, bayrağımızı həmişə ucalarda eləsin. Allah sizlərdən razı olsun. Təşəkkür edirəm. Çox sağ olun. Ondan sonra öz dediyi sözlə, kəlamı ilə insanlara malıc edir. Bu günlər həkimlərimiz mənim döşümdədir. İslam müəllim, səninlə İslam doktoru əl çəkməyəcəyəm.
Sen bu günleri Fariz'in döşündəsiniz. Buyur söz sizə veririm. İslam doktor. Əziz ziyarəti iştirakçıları hər birini salamlayıram. Fariz qardaş bizim kollegamız olub, öz həyatını vətən uğrunda verib. Mən bir neçə yoldaşlar deyir, mən özüm üçün yəqin eləyirəm bunu ki, şəhidlər ölüncən, şəhid oluncan öz valideynlərinin övladı idi. Şəhid olandan sonra bütün ölkəmizin övladıdır. Hər birimizin övladımızdır. Allah Fariz qardaş dərəcəsində olmaqla bütün şəhidlərimizə rəhmət eləsin. Ondan görmədiksə istədiklərini valideynləri onun övladından görsün. Amin. Çok sağ ol, teşekkür ederim. İslam doktor, değerli adamsan sen. Sizin bu bir neçə kəlməniz. Ben de her bir tədbirçilərdən salamlayıram, başqa şəhidlər qalan şəhid anaları olmağa. Həqiqətən şəhidlər bizim qürur verir. Şəhidlər bizə elə bir töhfələr verib getdi ki, biz onların qoyduğu sözləri, bu dövləti, bu torpağı özümüzdə qorumağı borc bilməliyik. Fariz haqqında da çox danışmaq olar. Fariz həm döyüşüb, həm də yaralı əsgərlərimizə məlhəm olub. Bir neçə əsgərlərimizin yarasına məlhəm olub. Onların yarasına sarmaqda və döyüşməkdə öz xidmətlərin şüurdaşla göstərir. Əlbəttə ki, 20-ci ildə biz 30 il həsrətli olduq torpaqlarımızı bu şəhidlərimizin sayəsində geri qaytardıq. Böyük zəfərlə, böyük qələbə ilə 44 gün ərzində və suverenlik aktındakı antiterror döyüşlərində bizim Şamaxı rayonunda olan 4 şəhidimizin şəhid olması ilə və iştirakçılarımızın iştirakı ilə döyüşdə qəhrəman döyüşçülərimizin iştirakı ilə suveren aktına da qol çəkildi. Azərbaycan artıq suveren bir dövlətdir. Biz bu şəhidlərimizin sayəsində suveren bir dövlətdə yaşayırıq. Allah bu dövləti, bu bayrağı daimi uca eləsin, daimi dövlətimizi başın uca eləsin, bayraqlarımız hər bir dövlətin arenalarında dalğalansın və şəhidlərimiz həmişə anılsın, həmişə diqqətdə saxlansın, şəhid ailələrimiz diqqətdə saxlansın. Təşəkkür edirəm. Mən çox danışa bilməyəcəm. Təşəkkür ederim, sağ olun. Hörmətli cəmaət. Siz bilirsiniz ki, benim döşümdə olan bu bacım, arada verdi qardaş, olmaya da bilirdi. Amma bu, mənim gözümün qarşısında bu 6 il ərzində bir dənə şəhid tədbirindən qalmayıb. Ona görə də, Faiz müəllim bugün burada yoxdur. Mənə sipariş eləyib, mənə zəng eləyib ki, Ağsaqqal, xahiş edirəm səndən. Mənim vəziyyətimi orada bəyan elə və təbrikimi çatdır bu insanlara. Faiz müəllimin təbrikini sizə çatdırsın. Gəlmişdi axşam. Sizə gəlmək başqa şeydir. Mən elə deyim ki, mən də bu cəmaatça deyim, nə olsun, bax, mən bəyan elərim bu cəmaatın içində. Faiz, nə deyir bu? Tofiq müəllim, Tofiq. Yaxın gəl qardaş. Çok sağ olsun canlar. Amin. Alim cümle hayırlı teşekkürler. Allah'ın razı olsun. Yol vadilerle şahırlı kardeş. Hacım size baksanlar. Teşekkür ederim. Teşekkür ederim. Bayram. Şahit atası. Köylerde de sana söz vereceğim. Gel benim de buradasın. Zöhra hazır öğren. Ben özüm seni saklayayım. Zarar yoktu. Yok öyle beslenir. Karabelli kent İzla nümayəndəsinin sədrisiz. Özüm seni saklamışam ki benimle bilirdikler inşallah. Buyur. Ben de bütün tedbir iştirakçılarımı salamlayacağım. Allah sizden razı olsun. Çok şey yardımcı olsun. Rahmet. Allah sevgilizim. Alamızın yeri cennet. İnşallah. Allah bütün şehitlerine. Teşekkür ederim. Kan baba. Allah sevgisi. Değişmeyen mübarek olsun. Allah hayırlı paralar versin. Allah rahmet eylesin. Teşekkür ederim. Namaz, şahit atası. Yakınlar.
İstanbul'un yağıştan gördüm. Teşekkür ederim. Xan Məhəmməd. Xan Məhəmməd. Yox. Buradan gördüm o gelende. Günlerin Neçədir o? Fariz balamızın timsalında Allah cənnətə ruhunu eləsin. Farizin balamız hakkında çok sözler var. Ona göre ki bizim o balamızın həkimi oldu. O Fariz balamız hakkında çok söz de var. Onlar yazdı, hayırlı geçti. Allah sizlerin cenneti eləsin. Fariz balamızın timsalında Allah cəm şəhidlərini müşahid eləsin. Amin. Allah Teala şəhidlərdə qardaşa, Həzən anıya Allah bolluğu səbir dinləyir. O gün olsun onun balasının ona Çok sağ olun. olsunlar. Teşekkür ederim. Çok sağ ol. Şəhid ata anası, Nəcimə xanım. Mənə məlumat ver də buradasan. Gel görək. Yaxınlaş. Yol vermeden koy gelsin hadi. Ağlasın koy. Allah səbrinizi versin. Allah şəhidlərimizə yeri cənnətli versin. Allah qazilərimizə can sağlığı versin. Ordumuzu qorusun, əsgərlərimizi qorusun. Allah dövlətimizi, dövlətçiliyimizi qorusun. Allah sizləri var eləsin. İslam doktor sigareti kaldı alın burada layık eləmişim. Allah xatirinə. Her dəfə bizimlə siz. Şamaxı 2 sayılı tam orta məktəbinin müəlliməsi. Buyurun. Çox sağ olun, təşəkkür edirəm söz verdiyinizə görə. Salamlayıram. Başda şəhid ailələri olmalı bütün. Şahid ola xahiş edirəm. Hay qardaş ol, kes bu cəmaatla tanışdınız. Buyur. Salamlayıram şəhid ailələri başda olmaqla tədbir iştirakçıların. Şəhidimizi Allah'tan zəhmət edirəm. Yeri cənnət olsun. Və Allah onun balasını qorusun, can sağlığı versin. Tanınmış biri olsun, bilim sahəsində. Ucalarda olsun həmişə balası, sağlam canı olsun. Bəli. Və qeyd etməliyəm ki, bunlar hamımızda bir biz bir ömür boyu Fariz kimi oğullarımıza borcluyuz. Yerləri cənnət olsun. Təşəkkür edirəm. Zakir. Şəhərlər haqqında istənilən qədər danışmaq olar. Şəhərlər Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin edir. Şəhərlər uca əzəli və əbədi olan Allahdan arz edirəm. Onların Allahdan ruhu şad edəsin. Amin. Valideynlərinə səbir diləyirəm. Amin. Təşəkkür edirəm. Vasif. Şəhid atası. Teşekkür ederim. Kamil müəllim buradadır. Bu ailə tanışlığım var. Şəhidimizin ailəsinə Allahdan səbir dözüm diləyirəm. Fariz balamıza isə məkanı cənnətli olsun deyirəm, ruhu şad olsun deyirəm, dərgahı mübarək olsun, cənnətdəki doğum günü mübarək olsun. Allah torpaqsanız sizlərə, balasına ömür versin. Çox sağ olun. Çox sağ olun. Vahid müəllim, şahid ola xahiş edirəm. Çox hörmətli, dəyərli şəhidlərimizin valideynləri, sizin qarşınızda biz həmişə demişik, baş əyirik. Bizim torpaqlarımızın azad olunmasında başda Ali Başkomandan olmaqla bizim şəhidlərimizin, qazilərimizin, veteranlarımızın sayəsində bu günləri biz alnı açıq, üzü ağ gəzirik. Bugün bizim Fariz Şahverdi oğlunun, şəhidimizin doğum günüdür. O hərbiçi ailəsində doğulub dünyaya göz açıbdır və onun həyat yoluna baxanda biz həmişə onun qəhrəmanlığının şahidi olmuşuq. O həmişə söhbət zamanı torpaqlarımızın azad olunması haqqında onun böyük arzusu idi. Və bugün biz Allah Teala'dan arzu edək ki, bizim şəhid Fariz balamızın evladı olan Əlinin uğurların həyatda görək inşallah. Onun böyük toyunu görək inşallah. Onun babası, nənəsi, anası ondan nə xoş günlər var onu görsün inşallah. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Allah Teala bir daha belə
günləri bizlərə nəsib etməsin. Çox sağ olun, Hacı Zöhrəm. Təşəkkür edirəm. Xəyyam buradadır. Gəlsinlər onunla beraber kim gəlibsə yaxınlaşsınlar, xahiş edirəm mənə. Buyurun qardaşlar. Buyur, elə sizə veririm söz, buyurun. Allah rəhmət eləsin şəhidlərimizə. Allah məqamlarımızı eləsin. Allah atamıza, anamıza səbir dözüm versin. Çox sağ olun, minnətdarım. Təşəkkür edirəm. Allah şəhidlərimizin ruhunu şad eləsin, qəbrin nurla dolulsun. Biz özümüzə qürur bilirik ki, gəlib bu şəhidləri yad edirik, ziyarət edirik. Allah bütün şəhidlərimizə ruhunu şad eləsin. Çox sağ olun, var olun. Hər birlə təşəkkür edirəm. Çox sağ olun. Məhbub, şəhid atası. Qoy, deyəcək, qoy Məhbub da derim ben Məhbub. Təşəkkür edirəm. Qardaş, kimsə buyurub. Dediler yoldaşlar bir nəfər qalıb. Kimsə buyursun. Gel kardeş, gel bir nesil. Həkimimiz də bir söz desin. Qalma dəstərəm. Məqamınızı eləsin. Salam. Allah hər birinizdən razı olsun. Allah cəmi şəhidlərimizin məqamınızı eləsin. Allah qazilərimizə can sağlığı versin. Ne diyeyim, benim həmkarımdır Faris. Yani çok ne diyeyim, Allah məqamınızı eləsin. Təşəkkür edirəm. Çox sağ ol. Azal Əkbər. Buyur. Ziyarət əhlini salamlayıram. Biz tez-tez görüşürük. Təkdə doğum günü, anın günü yox. Başqa vaxtlarda əlbəttə borcumuzdur. Həmişə ziyarət edirik bu şəhidlərimizi. Bu günləri Fariz balamızın şəhadət günüdür. Şəhadət ən uca məqamdır ki, onu da Allah Teala bizə bəxş edib. Adi insanlar dünyadan köçərkən onlara deyərlər ki, ilahi, bizi qaytar yaşadığımız dünyaya. Biz yaxşı əməl sahibi olmamışıq. Orucumuz, namazımız, yəni sənə xatir bir iş görməmişik. Ona görə qaytar bizi bu dünyaya və bir daha bütün işlərimizi sənə xatir qurarıq. Allah icazə verməz bu insanlara. Amma şəhədə təklif eləndə dedi, bəli, biz qaydarıq dünyaya. Dedilər, nədən ötürü? Dedi, biz istəyirik ki, qaydaq bu dünyaya. Allah yolunda cihad eləyək, şəhid olaq və bir neçə dəfə, hətta 1000 dəfə də olsa Allah bizi bu dünyaya gətir və sənin yolunda, məhz sənin yolunda biz şəhid olaq. Şəhidli məqamı Allah bizə Quranda buyurur. Artıq dəfələrlə söhbətlər olub, artıq uşaq da, böyük də hamı bilir ki, şəhadət nədir? Və uca Allah bizə Quranda öyrədir bunu, Quran da öyrədir bizə. Və doğrudan da Allah Teala bu şəhidlərimizə rəhmət eləsin, ruhları şad olsun. Əminliklə onların ruhuna and verilməklə hər bir hazətimiz hasil ola bilər. Yəni heç bir ruhdan geri qalmır. Peyğəmbər, imamlar, möminlər ruhuna aiddir. Allah şəhidlərimizə bir daha rəhmət eləsin. Mən üzr istəyirəm. Bir daha yaxşı olar ki, biz həmişə mən indi Hacı Zöhrəm qardaşımız danışanda bildim ki, bəli, həm də hərbiçi ailəsində olub. Yəni mən istəyərdim ki, yəni hamı istəyər ki, bunların döyüş yollarından danışmaq lazımdır ki, onu bilək, məlumatlarla təkcə biz yox, elə hamı. Ki, bunlar elə belə şəhid adı verilmir. Onlar zəhmət çəkib, qan verib, can verib, hansı döyüş yoluna bu məqama yüksəliblər. Yəni bunu inşallah hamımız bilər. Sağ olun, Allah rüşad etsin. İmran yoldaşdır o. Gültəkin, Xəzənci burada düşmüş. Gültəkin, yaxın gəl görüm. Hacıda gel orada, gelmedi kömək eləmir, başqa şey deyil. Baba. Hörmətli tədbir iştirakçıları, rayon nümayəndələri, ziyarət iştirakçıları, Allah hamımızdan razı olsun. Bugünkü gündə Fariz balamızın ad günüdür. Allah yerin cənnət eləsin, dəyişməyən mövrudu mübarək olsun. Amin. Allah hamımızdan razı olsun. Xəzəngül bacı, Şahverdi qardaş, Allah qabil eləsin. Allah sizə dözüm versin. Allah o körpə Əli balamızı atasının adına layiq böyüşdürsün. Ağıllı bala olsunlar. Qalmayanların da bacısı, qardaşı salamat olsun. Allah hamımıza səbir versin. Bacılarım, qardaşlarım. Allah şəhidlərə dəyər verənlərə dəyər versin. Çox sağ olun. Çok sağ ol. Ben özüme dayıyam. Dayısı buradadır, Zülfikar kardeş. Zülfikar kardeş, hardasa yakınlaş bize.
Geçtiği dövüş yolları, 8 gün kalmış. Zafer gününe Allah bütün şehitlerimize rahmet eylesin. Allah şehit valideynlerine sabır. Çok sağ olun, teşekkür ederim. Hürmetli cemaat, əziz şəhid ataları, hürmetli şəhid anaları. Danışmaq istəyən var. Naxçıvandan qonaq gəlib haber alsın. Rasim kardeş, buyur. Naxçıvandan təşrif buyurmuşsan. Çok sağ ol, teşekkür ederim. Buyurun. Allah atasına Allah sabır versin. Vatanımız olsun, vatanımız olsun. Gelenlerin ayakları var. Bir de Allah razı olsun. Çok sağ ol, teşekkür ederim. Biz de size teşekkür ederiz. Zəhmət çəkməkdə. Gel. Mən səhət oxuyam, qəxəmən oxuyam. Sağ ol, maşallah. Allah salamat eləsin. Xoşbaxt olasın. Xoşbaxt bu cemaat xalq qıvırsın səni xeyir üçün. Gözümdə şıraq olasın. Xalqımızda güclü, gözəl evlad olasın. Çox sağ ol, hörmətli cemaat. Çox sağ olun, gəlmişsiniz. Sağ ol, biz də sənə çox sağ ol deyirik. Sağ ol, xoşbaxt olasan. Əziz cemaat, sizə baxdıqca şəhər atalarına, şəhər analarına, gözəl insanlara, tədbir işçilərine baxınca adam özü fərəhlənir. Çünki siz böyük qüvvəsiz, hörmətli cemaat. Siz təsəllisiniz, siz xalqa elə köməksiniz. Amma bir şey də bilmək lazımdır ki, Allah Teala bizim bu cürə bağlarımızı necə xalq eləymiş. Allah bu cürə bağlarımızı necə yaradıb bu cemaata, xalqa xoşbəxtlik nəsib eləyib. 44 günlük müharibəni başa vurasan, 30 illik işgal altında olan torpağı azad edəsən. Bu elə belə Allah'ın vergisi bu. Bəndə işidir bu. Bu bağlarımızın işidir. Hörmətli prezidentimiz Ali Başkomandan işidir. Ona göre de bunlara inan, bunlara ehtiqat, bunlara dua eləməlidir, bunlara and içməlidir. Bak, onun canı için o qanı mən eləməmişəm. Onunla da qan bağlanmalıdır. Bunu bilin. Mən gedirəm Göylər Şəhidlər Xiyabanına. Darvazan asılında elə bil Allah Taala'nın cennet oradadır. Gəlirlər Melçobanı Şəhidlər Xiyabanına. Orada kümməzin içərisinə girəndə adam özü tamam başka bir insan olur. Gedirəm Qurttepe Şəhidlər Xiyabanına. Soy darvazan açıb içeri girmem. Etrafa bakanda desin Allah Teala bu cenneti necə koymuşsan bura. Gedirəm Kərədilə. Kərədildə olmuşam ben Kərədildə tədbir keçirdim. Şəhidin tədbirin anım gününü keçirdim. Ceyhun məlim yanımdaydı. Allah'a and olsun. Xalqı yığdım oralarda deməli forma başqaymış. Mən yığdım cemaatı təzələdim ki burada olun. Baktım cemaata gördüm Allah Teala cennette yanıp bu cemaat. Allah hele xoşbaxt elə bu şəhidləri. Yeni zamanda bu Şəhidlər Xiyabanındır. Her gün 6 yıldır bu Şəhidlər Xiyabanından, bu xalqın döşündən. Hörmətli cemaat, bura elə belə yerdir. Bura müqəddəs yerdir. Bura and yeridir. Deyirəm sizə, tapşırıram sizə. Ayağınızı plakana yuxarı qoydunuz, bütün hallarınızı değiştirin. Bütün sözlerinizi, söhbətləri değiştirin. Ancaq fikrimiz olsun, fariz gelin. Bu şəhid bağlarımızdan. Allah bunları qanı rəhmət eləsin. Allah bunları yəni cənnətdə eləsin. Allah Teala bütün şəhid atalarının, şəhid analarının, qalan balalarının xoşbaxt eləsin gəlibin ya Resulallah. Danışmanla insan dayanmaq doymur. Ona görə ki, fərəhlənirik. Bizi azadlığa çıxardan, bizi xoş günə çıxardan, bizim bugünkü gündə hər birimizi xoş günlərdə, güzaranda göstərən, xalqa tanıttıran babalarımızdır. Ali Başkomandan İlham Əliyev cənablardır. Nehriban xanımdır. Allah Teala bütün Azərbaycan xalqı xoşbaxt eləsin. Allah Ali Başkomandan İlham Əliyev cənablarını xoşbaxt eləsin. Nehriban xanım şaban da olsun. Şamaxı cemaatı xoşbaxt olsun. Bütün Azərbaycan deyəndə bütün Naxçıvan da, bütün dünya getdi onun içərisində. Hörmətli cemaat, hər birinizdən bir xahişim var. Buradan çıxdıq, Şamaxı Cuma Məscidinin mərasim zalında çay hazırlanır. Hər vəz bir insan çay içib, oradan da Allah şaban eləsin. Birbaşa hamımız mərasim zalına məscidə. Buyur. Amin. Eşitli oğlum çıkıp götürüyor.
Bir neçə məlumatı